biz müstəmləkəyik, biz Azərbaycan azad deyil. Səhiyyə yox, təhsil yox. Siz nədən danışa bilərik biz? 1000 manata bağlanan bir yazıcı neynəsin? Gedib birlik yaradacaq, işdən çıxardacaq. Mənim işim yoxdur deyə belə rahat danışıram. Mən 1500 manatlıq işim olsa belə rahat danışa bilməyəcəm. Çünki hərəni bağlayıblar 300-500 manat bir maaşa yerə, bir sayta, bir redaktorluq eləyir. Tezdən saat insan əməyinin istismarının hüdudu yoxdur Azərbaycanda. Səhər saat 9-dan axşam saat 7-yə qədər. Ona görə də Azərbaycanda bir şairin, bir yazıçının, bir milli düşüncə sahibi olan bir adamın xilası yoxdur. Azərbaycan var. Səhiyyə yox. Təhsil yox. Siz nədən danışa bilərik biz? Azərbaycan yazıçısı niyə görə Qarabağdan, Qarabağ müharibəsindən roman yazmır? Sən Azərbaycan yazıçısının hansı şəraitdə yaşadığından maraqlandınmı desən Qarabağ? Yazmır, əcəb eləyir yazmır. Yazmıram. Öhdəliyim var mənim. Gid o milyonlarla pul ayırdığın adamları da yazsınlar da. Bazarlar açan, marketlər açan, banklar açan, müğənnilərə pul xaçlayan, kliplər çəkdirən adamlara denən yazsınlar. Mən yazmıram. Hərəni bağlayıblar bir yerə, danışırsan işdən çıxardırlar, qohumunu işdən çıxardırlar, repressiya eləyirlər. Görə bilmirsiniz Azərbaycanda. Bilirsiniz nə qədər xəstə uşaqlar doğulurlar. Əlbəttə. Bunlar nə ilə yaşasınlar? Şəkər dərmanına, mənim atam şəkər xəstəsidir. Növbəyə dayanıb, 6 manat 50 qəpiklik dərmanın növbəsinə dayanıb. O da otur, effekti yoxdur. Səhiyyə naziri bizi aldadır. Mən deyəndə ki, ölkə məhv olur gedir, deyirsiniz ki, yox. Əşədə Qarabağı aldıq, bildik. Və məni də işğal eləyiblər axı. Mən də ömrümü işğal eləyiblər. Səhhətimi işğal eləyiblər. Bunu da aldı. Azərbaycan insanını işğaldan azad eləmək. Bəli, Qarabağı azad elədilər. İndi Azərbaycan insanını azad eləsinlər. Mənim də arzumdur. Cənab Prezident dedi ki, yoldaş Şəhriyar, sən azadsan. Sən səhhətin yerindədir, sən səhhətinin qayğısına qalan var. Sən övladın sabah gedib repetitor yanına getməyə ehtiyac olmayacaq. Aya 3000 manatlıq liseylərə getməyə ehtiyac olmayacaq onun. O gedib normal orta məktəblərdə oxuyacaq, normal partalarda oxuyacaq. O uşaqdan süpürgə pul istənməyəcək. Bunu denənir mən. Deyim oradadır ki, Azərbaycan insanı, Azərbaycanın sərhədlərinin içində xəyal belə qura bilmir. Adam Azərbaycanda bizneslə məşğul ola bilmir. Nə üçün? Bu monopoliyanı yığışdırın, Azərbaycanlılar el dilində bir söz var, daşdan pul çıxardırlar. Nətər olur, gedir dili bilməyən, mədəniyyətini bilməyən bir ölkədə, qürbət ölkədə adam pul qazanır. Öz ölkəsində qazana bilmir. Çünki monopoliya var. Çünki rüşvət var.